Hə, Rəqibəm. Salam Umay xanım. Sağ ol. Umay xanım, müştəri pulu deyib mənə. Pulu kasaya qoyum yoxsa cibimə? Neyniyyəsən Rəqibəm? Başın qaçıb Rəqibəm. Nə vaxt sən kassaya edirəm pul cibinə qoyursan? Hə, kasa kilitliydi onu Mən də göstərdim. qızdırıram. Əsəbləşdim. Geliyorum. Telefonda yazış bitdi. A few moments later. Salam Humay xanım. Müştəri yazılıb mənə Alaniyadan bağlı. Bir gözünü eşitdim yoxsa ikisini bir yerdə? Nə Yəni vaxtın bir gün sonra işləyir, sən dostum? bir yoxsa iki. İkisinin əlbəttə. Olsun. Suqduyum bu. Çox. Salam Umay xanım, necəsiz? Sağ ol, sən necəsən? Sağ olun. Umay xanım, müştəri gəlir qaş silməyə. Mən sağdan başlayım silməyə yoxsa soldan? Neyniyəsən onlara? Qaşdan onlara. Birini deyəndə nə olur? Müştəri gözləyir. Fərq etmirəm, hardan istəyirsən sil. Yaxşı, yaxşı. Bəli, müəllim. Salam Umay xanım, necəsiz? Sağ ol, sən necəsən? Umay xanım, müştəri gəlir, qaş kiprik laminasiyası istəyir. Birinci hansına başlayım? Bir sual versən, inərmi? Birinci halından başlansınlar, həmişə başlayırsan, ondan başla. Fərqi nə? Yaxşı. Bir də işıqları söndürüblər, nətər eləyək yandırsınlar. Sən deyirəm. Umay xanım, salam, necəsiniz? Sağ ol, sən necəsən? Sağ olun. Müştəri gəlir, tük effekt istəyir. Tük edim yoxsa pudra? Hansı challenge deyil, fayda? Yox. Tük edəcəksən əlbəttə. Hə, oldu, çox sağ olun.